Vaxt itirmədən 5 yanvar, 11 yanvar həftəsi üçün həftəlik bürc proqnozlarına. Dərhal Qoç bürcü ilə başlayaq. Əziz qoçlar və yüksələn qoçlar. Həftəyə olduqca hərəkətli bir enerji ilə başlayırsınız. Çox qaçıb tələsəcəyiniz, gəzib görəcəyiniz, eyni anda bir çox işi yoluna qoyacağınız bir dövrdəsiniz. İş həyatında tamamlanmalı olan mövzular gündəminizi məşğul edəcək. Ancaq işin ən gözəl tərəfi budur ki, bütün bu tempin içində özünüzə və şəxsi məkanınıza vaxt ayırmağı da unutmayacaqsınız. Bu həqiqətən çox dəyərlidir. Çünki çoxumuzun istəyib də həyata keçirə bilmədiyi məsələlərin başında gəlir. Bu prosesdə səma sizi dəstəkləyir. Karyera sahəsində şansınız yüksəkdir. İş imkanları da artır. Bəli, hadisələrə biraz daha ciddi prizmadan yanaşa bilərsiniz. Amma bu ciddilik sizə güc qatacaq. Planlı, nizamlı və intizamlı hərəkət etdikcə nəzarətin sizdə olduğunu daha aydın görəcəksiniz. Günəş-Venera birləşməsi peşəkar sahədə vacib qapıları aça bilər. Doğru zamanda doğru insanlarla quracağınız əlaqələr irəliləyən dövrdə işiniz və karyeranız üçün qalıcı fürsətlərə çevrilə bilər. Ailə tərəfində də xoş yeniliklər var. Anamızla münasibətlərinizdə yumşalma və yaxınlaşma müşahidə oluna bilər. Eyni zamanda, həyat yoldaşınızın ailəsi ilə bağlı mövzular gündəminizdə arta bilər. Lakin bunlarla məşğul olmaq sizə yük kimi yox, əksinə məmnunluq verəcək. Venera-Mars qovuşumu isə həm iş mühitində mübariz bir atmosfer yaradır, həm də daxil olduğumuz mühitlərdə diqqət çəkməyinizi asanlaşdırır. Sanki üzərinizdə bir cazibə təsiri var. Subay olanlar üçün də bu dövr ciddi və uzunmüddətli ola biləcək bir tanışlıq və ya başlanğıc baxımından dəyərləndirilə bilər. Yalnız bir mövzuda ehtiyatlı olun. Ev, ailə və yuva məsələlərində xırda sürtüşmələrə açıq bir zamandasınız. Evdə sülh və harmoniya axtarışı fərqli vədlər versə də, siz daha çox öz hədəflərinizə və edəcəklərinizə fokuslanmaq istəyə bilərsiniz. Bu da ətrafınızdakı insanlarla aranızda zaman-zaman fikir ayrılıqları və gərginlik yarada bilər. Buna görə də həddi aşmadan, böyütmədən irəliləmək ən doğru yol olacaq. Bir başqa xəbərdarlıq. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Hər şeyi dəqiqləşdirib, şərtləri yaxşıca ölçüb biçərək addım atmağınız xeyrinizə olar. Şəxsi həyat və sevgi mövzularında isə enerjiniz çox yüksəkdir. Bu sahədə sizi saxlamaq çətindir. Həftəni gözəl dəyərləndirməyiniz diləyi ilə. Əziz buğalar və yüksələn buğalar. Həftəyə ev, ailə və yuva mövzularını mərkəzə alaraq başlayırsınız. Həftənin ilk hissəsində nizamlanmalı işlər, planlaşdırılmalı məsələlər və məsuliyyətlər əsas prioritetiniz olacaq. Bu mövzuları yoluna qoyduqdan sonra, həftənin irəliləyən günlərində özünüzə daha çox rahatlıq və zövq sahəsi açmağınız mümkün olacaq. Xüsusilə çərşənbə və cümə axşamı günləri həyatın dadını çıxarmağa daha çox fokuslana bilərsiniz. Bu həftə eyni zamanda hərəkətli və sürətli bir temp gətirir. Səfərləriniz arta bilər, ticarət işləriniz sürət qazana bilər və uzaqlardan gələn xəbərlər gündəminizə düşə bilər. Media, kommunikasiya və ya oxşar sahələrdə çalışırsınızsa, bu dövrdə önəmli görüşlər və danışıqlar ön plana çıxacaq. Fərqli insanlardan alacağınız geri dönüşlər, yeni ideyalar və birlikdə görüləcək işlər olduqca müəyyən edici ola bilər. Evli buğalar üçün isə həyat yoldaşının qohumları və bacı qardaşları ilə bağlı mövzular daha çox diqqət çəkə bilər. Günəşlə Veneranın qovuşumu, səfərlər, ticarət və gələcəyə yönəlik planlar baxımından doğru əlaqələr qurmaq imkanı yaradır. Yeni insanlarla tanış olmaq, iş həyatınıza təzə bir enerji qata və gözlənilməz fürsətlərin qapısını aça bilər. Eyni zamanda evinizlə bağlı köçmə, yer dəyişikliyi və ya ailə daxilində böyük bir addım atmaq kimi mövzular da bu həftə daha asan irəliləyə bilər. Dolunaydan aldığınız təsirlər ünsiyyət trafikinizi ciddi şəkildə sürətləndirərkən, bu dəfə yaxın çevrənizdən çox sizi o qədər də yaxşı tanımayan insanlarla daha çox təmas qura bilərsiniz. Səfər planları, xariclə bağlı əlaqələr və ticarət təşəbbüsləri arta bilər. Ancaq sosial mediadan aktiv istifadə edirsinizsə, ətrafınızdakı fikir ayrılıqları və çəkişmələrin sizə də təsir etmə ehtimalı var. Buna görə mübahisələrdən uzaq durmaq faydalı olacaq. Əgər həyatınızda xüsusi biri yoxdursa, bu dövrdə xüsusilə səyahətlər zamanı, təhsil mühitlərində və ya yeni təcrübələr əsnasında
biri ilə tanış olmaq və münasibətə başlama ehtimalınız da yüksəkdir. İnsanlarla aranızdakı bağı gücləndirmək üçün üzr istəməli və ya könül almalısınızsa, bunu etmək üçün də uyğun bir həftədir. Tanımadığınız insanlardan yana şansınızın açıq olduğu, yeni fürsətlərin qarşınıza çıxa biləcəyi bir dövrdəsiniz. Əziz buğalar, sizə xoş və məhsuldar bir həftə arzulayıram. Əziz əkizlər və yüksələn əkizlər, ünsiyyətin çox intensiv olduğu bir həftəyə daxil olursunuz. Yaxın çevrənizlə birlikdə edəcəyiniz planlar, görüşlər, təşkilatlar və qaçaqaçlar həftənin əsas gündəmini müəyyən edə bilər. Bununla yanaşı, bəzi qohumlara və ya ətrafınızdakı insanlara qarşı daha qürurlu, daha məsafəli davranmaq istəyiniz də arta bilər. Əgər sizə verilən vədlər yerinə yetirilməyibsə və ya içinizdə yığılıb qalan gözləntilər varsa, bunları uyğun və yumşaq bir dillə ifadə etmək bu həftə sizin üçün olduqca vacib olacaq. Çərşənbə axşamı və çərşənbə günləri isə daha çox ev, ailə və yuva mövzularına yönəlmək istəyə bilərsiniz. Evdə vaxt keçirmək, ailə üzvləri ilə maraqlanmaq və ya evin nizamı ilə məşğul olmaq sizə yaxşı təsir göstərə bilər. Ancaq həftənin əsas ağırlığı maddi mövzulardadır. Xüsusilə pul məsələsində hansı yolu izləməli olduğunuzu dəqiqləşdirmək, büdcənizi qaydaya salmaq və daha möhkəm bir plan qurmaq istədiyiniz bir dövrdəsiniz. Onsuz da ötən həftə baş verən dolunay maliyyə sahənizi hərəkətləndirmiş ola bilər. Ya əlinizə bir ödəniş keçmiş ola bilər, ya da əksinə, maddi bir məsələ ilə məşğul olmaq məcburiyyətində qalmış ola bilərsiniz. Bu həftəyə də həmin təsirlər daşınır. Əgər gözlədiyiniz bir ödəniş gecikibsə və ya maliyyə mövzularında özünüzü sıxışmış hiss edirsinizsə, Günəşlə Veneranın qovuşumu sizə gözlənilməz bir çıxış yolu təklif edə bilər. Borcların yenidən tənzimlənməsi, ödəniş planının hazırlanması, restrukturizasiya və ya lazım gəldikdə birindən dəstək almaq kimi mövzularda yeni imkanlar yarana bilər. Artıq mümkün deyil dediyiniz bir nöqtədə belə qapıların yenidən açıldığını görmək sizi təəccübləndirə bilər. Bu inkişaflarla birlikdə ruh halınızın yüksəlməsi və özünüzü daha yaxşı hiss etməniz də ehtimal daxilindədir. Digər tərəfdən, sevdiyiniz insanla planlaşdırdığınız bəzi mövzular gündəmdə olarkən, lazımsız mübahisələrdən uzaq durmağınız faydalı olar. Sən bunu demişdin, mən bunu etmişdim. Sən belə xərcləyirsən, mən isə bunları qarşılamaq məcburiyyətindəyəm kimi. Qarşılıqlı hesablaşmalar asanlıqla böyüyə bilər. Buna görə də gərginlik yarada biləcək mövzuları uzatmamağa çalışın. Bundan əlavə, qiymətlərin sürətlə dəyişdiyi və xərclərin tez artdığı bir dövrdən keçdiyiniz üçün alış-verişdə və pul söhbətlərində daha ehtiyatlı davranmağınız vacibdir. Xüsusilə nəsə alarkən və ya hər hansı bir qərar verərkən detalları nəzərdən qaçırmadan, diqqətlə ölçüb biçərək və mümkün qədər realist yanaşaraq hərəkət edin. Əziz əkizlər və yüksələn əkizlər, sizə xoş bir həftə arzulayıram. Əziz xərçənglər və yüksələn xərçənglər, həftəyə maddi mövzuların ön plana çıxdığı bir gündəmlə başlayırsınız. Pul ilə bağlı məsələlər diqqətinizi daha çox çəkərkən, ertələnmiş və ya həllini gözləyən vacib maliyyə mövzularını elə almaq istəyə bilərsiniz. Ardınca bir neçə gün ərzində ünsiyyət trafikiniz sürətlənir. Görüşdüyünüz və yazışdığınız insanlarla qısa müddətli planlar qurmaq, kiçik təşkilatlanmalara girişmək və ya gündəlik qaçaqaçlarla məşğul olmaq ön plana çıxa bilər. Bu müddətdə yaxın çevrəniz, qohumlarınız və bacı-qardaşlarınızla daha çox vaxt keçirməyiniz də mümkündür. Həftə irəlilədikcə diqqətinizi bir qədər də evə və ailə mühitinə yönəldəcəksiniz. Həftə sonuna yaxın yuvanızda olmağın, öz məkanınızda dincəlməyin ləzzətini çıxarmaq istəyə bilərsiniz. Digər tərəfdən ikili münasibətlər və şəxsi həyatınız bu həftə olduqca müəyyən edicidir. Şərtləri və prosesləri böyük ölçüdə qarşı tərəfin öhdəsinə buraxdığınızı hiss edə bilərsiniz. Bu isə zaman-zaman sizi narahat hiss etdirməsinə və ya gözlədiyiniz nəticələri ala bilməməyinizə səbəb ola bilər. Xərçəng bürcündə baş verən dolunay sürətli və gözlənilməz inkişafları gündəmə gətirdi. Bu ay xüsusilə bu dolunayın təsiri ilə həm sağlamlığınıza, həm də münasibətlərdəki tarazlıq, tarazlıqsızlıq mövzusuna daha çox diqqət yetirməyiniz vacibdir. Mənə bir şey olmaz yanaşması ilə hərəkət etmək əvəzinə, həm işlərinizi, həm də münasibətlərinizi daha şüurlu şəkildə təşkil etməyə çalışmanız faydalı olacaq. Çünki bu dövr həll edilmədən buraxılan mövzuların böyüməsinə və ya əslində kiçik olan məsələlərin
lazım olandan artıq əhəmiyyət qazanmasına açıq bir zamandır. Zaman-zaman hamının sizə qarşı olduğu hissinə qapıla bilərsiniz, əziz xərçənglər. Bunun səbəbi münasibət və ortaqlıq sahənizin olduqca aktiv olmasıdır. Bu sahə eyni zamanda rəqabəti də təmsil etdiyi üçün, ətrafınızdakı insanların sizinlə yarışda olduğu hissi asanlıqla yarana bilər. Duyğularınızı nə qədər nəzarətdə saxlaya bilsəniz, bir çox məsələni də bir o qədər rahat idarə edə bilərsiniz. Bu həftə xüsusilə mübahisələrdən və çəkişmələrdən uzaq durmağa çalışın. Münasibətiniz varsa və ya evlisinizsə, mövzuları böyütmədən, yumşaq bir üslubla müzakirə etmək çox önəmlidir. Kiçik bir məsələni daha ciddi mərhələlərə daşımağa və xüsusilə hüquqi bir prosesə çevirməməyə diqqət yetirin. Əziz xərçənglər, sizə xoş və balanslı bir həftə arzulayıram. Əziz şirlər və yüksələn şirlər, həftəyə öz hədəflərinizi və gözləntilərinizi mərkəzə alaraq başlayırsınız. Bu dövr sizin üçün olduqca diqqət çəkən və hərəkətli keçəcək. Bunun əsas səbəbi ard-arda baş verəcək sürətli inkişaflar və bir-birinin ardınca quracağınız planlardır. Yeni ilin ilk həftəsində bunu edəcəyəm, bunu həyata keçirəcəyəm deyərək bir çox mövzuda dəqiq qərarlar qəbul edə və onları reallaşdırmağa başlaya bilərsiniz. Çərşənbə axşamı və çərşənbə günləri xüsusilə maliyyə mövzuları ön plana çıxır. Özünüz üçün edəcəyiniz alış-verişlər, xərclər və ya gəlir-xərc balansını yenidən tənzimləmək gündəminizə daxil ola bilər. Əgər işləyirsinizsə, qazancınızı artırmağa yönəlik addımlar atmaq və ya maliyyə məsələlərini daha yaxından izləmək istəyə bilərsiniz. Ev büdcəsi ilə bağlı bəzi düzəlişlər etmək də bu günlərdə mümkündür. Həftə boyunca Günəş və Veneranın qovuşumu təsirli olacaq. Bu görünüş, ikili münasibətlərdən daha çox iş mühitinizdə və birlikdə çalışdığınız insanlarla olan əlaqələrinizdə önəmli inkişaflara işarə edir. Əgər iş çevrənizdə problem yaşadığınız və ya gərginlik hiss etdiyiniz insanlar varsa, bu həftə bir araya gələrək aradakı pürüzləri aradan qaldırmaq və münasibətləri yumşaltmaq üçün uyğun bir zəmin yarana bilər. Əlaqələrinizi gücləndirmək şansı əldə edə bilərsiniz. Yeni tanış olacağınız və ya sizə dəstək olan insanlardan gələn müsbət yanaşmalar sayəsində işlərin nə qədər daha rahat irəliləyə biləcəyini fərq edə bilərsiniz. Gözlədiyiniz bir xəbər, etdiyiniz müraciət və ya işinizi böyütmək üçün atdığınız addımlar bu həftə sürət qazana və sevindirici nəticələr verə bilər. Digər tərəfdən, əgər həyatınızda kimsə yoxdursa, iş mühitinizdən və ya birlikdə çalışdığınız bir şəxsdən sizə qarşı olan bir marağı hiss edə bilərsiniz. Cazibənizin yüksəldiyi bir dövrdəsiniz. Ətrafınızdakı insanları təsirləndirmək sizin üçün olduqca asandır. Kim bilir, bəlkə də iş çevrənizdən biri hisslərini açıqlamağa hazırlaşır və ya siz kiminlə maraqlandığınızı daha aydın dərk edəcəksiniz. Bu prosesdə qarşınıza fərqli fürsətlər və seçimlər də çıxa bilər, əziz şirlər. Vacib olan bu imkanlara necə yanaşdığınız və onları hansı şəkildə dəyərləndirdiyinizdir. İş mühitində duyğuları həddindən artıq böyütmədən, xırda məsələləri lazım olandan artıq dramatikləşdirmədən irəliləmək sizi daha möhkəm addımlara aparacaq. Bu cür davrandığınız zaman doğru qərarlar verdiyinizi və işlərin yoluna düşdüyünü daha aydın görə bilərsiniz. Eyni zamanda kiçik bir sağlamlıq mövzusu və ya sağlamlıqla bağlı bir məsələnin gözünüzdə böyümə ehtimalı da var. Buna görə də şişirtmədən, balanslı bir yanaşma sərgiləmək faydalı olar. Ümumilikdə, həm gözəl qarşılıqlı təsirlərin, həm də müxtəlif alternativlərin bir arada olduğu bir həftədəsiniz. Bu enerjidən necə istifadə etdiyiniz isə həftənin nəticəsini müəyyən edəcək. Əziz şirlər və yüksələn şirlər, sizə xoş və məhsuldar bir həftə arzulayıram. Əziz qızlar və yüksələn qızlar. Həftəyə bir qədər istəksiz və motivasiyanın aşağı olduğu bir ruh halı ilə başlayırsınız. Bu səbəbdən bu həftə imkan daxilində arxa planda qalmaq, özünüzü çox yormamaq sizin üçün daha faydalı ola bilər. Enerjinizin adi haldan daha tez tükəndiyini hiss edə bilərsiniz. Lakin pərdə arxasında apardığımız işlərdə son dərəcə uğurlu olacaqsınız. Planlama, təşkilatçılıq və idarəetmə mövzusunda sizi üstələyən çətin tapular. Bu bacarığınızı xüsusilə iş mühitinizdə çox yaxşı şəkildə göstərəcəksiniz. Çərşənbə axşamı və çərşənbə günləri isə özünüzə daha çox vaxt ayırmaq ehtiyacınız artacaq. Daxilinizdəki hərəkətlilik yüksəldikcə,
Yerinizdə durmaqda çətinlik çəkə bilərsiniz. Gündəlik məsuliyyətlər, iş tempi və qaçaqaçlar davam etsə də, bu dövr sizə hobbilərinizə yönəlmək, zövq aldığınız sahələrlə məşğul olmaq üçün də müxtəlif imkanlar yaradacaq. Əgər övladınız varsa, onunla daha çox vaxt keçirmək əsas prioritetlərinizdən birinə çevrilə bilər. Əgər incəsənət və ya yaradıcı fəaliyyətlərlə məşğulsunuzsa, bu həftə həmin sahələrdə daha möhkəm, daha klassik və qalıcı addımlar atmağı üstün tuta bilərsiniz. Bu yanaşma uzun müddətli perspektivdə sizin üçün olduqca səmərəli ola bilər. Sevgi həyatı, şəxsi münasibətlər və ya övladınızla bağlı mövzulara fokuslandığınız bu müddətdə sosial çevrənizdən gələn hadisələr və imkanlar zaman-zaman gərginlik yarada bilər. Səma, şəxsi həyatınızda sevdiyiniz insanla aranızdakı problemləri həll edə bilməniz üçün dəstəkləyici təsirlər təqdim edir. Eyni şəkildə, övladınızla bağlı hər hansı bir pürüz varsa, bu həftə onları aradan qaldırmaq üçün addım ata bilərsiniz. Bununla yanaşı, qarşınızda fərqli və diqqət çəkən bir proses də açılır. Uzun müddətdir xəyal etdiyiniz və ya gözlədiyiniz bir fürsət qəfil qarşınıza çıxa bilər. Yeni iş qapıları açıla bilər. Ancaq bu inkişaflar baş verərkən, yaxın çevrənizi və ya şəxsi həyatınızdakı insanları inandırmaq hər zaman asan olmayacaq. Hətta bəzi mövzularda fikir ayrılıqları daha açıq şəkildə ortaya çıxa bilər. Bu səbəbdən şəxsi həyatınızla sosial çevrəniz arasındakı tarazlığı yaxşı qurmağınız lazım olan bir dövrdəsiniz. Şişirdilmiş reaksiyalar və emosional çıxışlar gündəmə gələ bilər. Bu vəziyyət bəzən sizdən yox, tərəfdaşınızdan, övladınızdan və ya dost çevrənizdən qaynaqlana bilər. Bundan əlavə, bu həftə risk almağa daha meyilli ola bilərsiniz. Bu da bəzi mövzularda planlaşdırdıqlarınızın tam istədiyiniz kimi irəliləməməsinə səbəb ola bilər. Bəzi insanlardan gözləntilərinizi yüksək tutmuş ola bilərsiniz və onların qarşılanmadığını görmək əhvalınızı poza bilər. Buna çox ilişməməyə çalışın. Ümumilikdə eniş yoxuşları olan, amma eyni zamanda fərqindalıq qazandıran bir həftə sizi gözləyir. Əziz qızlar, sizə gözəl bir həftə arzuluyuram. Əziz tərəzilər və yüksələn tərəzilər. Sosial çevrənizin olduqca hərəkətli olduğu bir həftədəsiniz. Keçən həftədən gələn təsirlərlə dostlarınızla intensiv ünsiyyət və qarşılıqlı əlaqə içində ola bilərsiniz. Onlara verdiyiniz bəzi sözlər var və bu həftə həmin vədləri həyata keçirmək üçün sürətli inkişaflar gündəmə gələ bilər. Ancaq təbiətiniz etibarilə fikir dəyişməyə açıq olmağınız, qərar vermə prosesində tərəddüd yaşamağınız və təxirə salmağa meyilli olmağınız səbəbilə həftənin əvvəlində həvəslə başladığınız işləri bir neçə gün sonra ertələmək istəyə bilərsiniz. Çərşənbə axşamı və çərşənbə günləri isə bir qədər geri çəkilmək, tək qalmaq və özünüzlə vaxt keçirmək sizə çox yaxşı təsir göstərə bilər. Buna baxmayaraq, həftə boyu xüsusilə ertələmələrdən qaçınmağınızı tövsiyə edirəm. Bu vacibdir, çünki emosional durumunuz olduqca dalğalıdır. Bir tərəfdən görünür olmaq, karyeranızda ön plana çıxmaq və daha çox parıldamaq istəyirsiniz. Digər tərəfdən isə buna sərf edəcək enerjini özünüzdə tapmaya bilərsiniz. Evdə olmaq, ailənizlə vaxt keçirmək və bu dövrdə daha çox yuva və ailə mövzularına yönəlmək sizin üçün daha önəmli hava gəlir. Məhz bu həftə bu ikilimi olduqca güclü şəkildə yaşayacaqsınız, əziz tərəzilər. Etməliyəmmi, yoxsa vaz keçməliyəm? İş, yoxsa ailə? Bu seçim, yoxsa evlə bağlı məsələlər kimi suallar zehninizi həddindən artıq məşğul edə bilər. Bu daxili dalğalanmalar sizi yoracaq. Üstəlik qarşınıza fərqli və cəlbedici fürsətlər də çıxa bilər. Seçimlərin artması müsbət görünsə də, enerjinizi düzgün bölüşdürə bilməsəniz və ya bu tərəddüdü idarə edə bilməsəniz, təqdim olunan imkanlardan yararlanmaqda çətinlik çəkə bilərsiniz. Bu səbəbdən bu həftə özünüzə vaxt ayırmaq və ailənizlə daha çox birlikdə olmaq ən doğru seçim ola bilər. Bir qədər dincəlməyə, bəzi mövzuları həzm etməyə və mənalandırmağa ehtiyacınız olduğu görünür. Karyera sahəsindəki sürətli inkişaflar və xərçəng bürcündə baş verən dolunaydan aldığınız təsirlər də bu daxili gelgitləri daha aydın göstərir. Digər tərəfdən, xüsusilə ev mühitində könül almağınız, üzr istəməyiniz və ya münasibətlərinizi gücləndirməyiniz lazım olan insanlar varsa, çərşənbə axşamı və cümə axşamı günləri
bunun üçün olduqca münasibdir. Bu günlərdə ediləcək səmimi söhbətlər əlaqələrinizi daha da möhkəmləndirə bilər. Əziz tərəzilər və yüksələn tərəzilər, sizə gözəl bir həftə arzulayıram. Əziz əqrəblər və yüksələn əqrəblər, bu həftə karyera sahəsində yolunuz olduqca açıq görünür. İş həyatında fürsətlərin artdığı, özünüzü göstərməkdən çəkinməyəcəyiniz bir dövrdəsiniz. Uzun müddətdir gözlədiyiniz xəbərlər varsa, onların sizə çatma ehtimalı da kifayət qədər yüksəkdir. Bu inkişaflar həyəcanınızı artıra və motivasiyanızı yüksəldə bilər. Həftə boyunca sosial çevrəniz və dostlarınızla birlikdə həyata keçirəcəyiniz layihələr və ya ortaq işlər gündəminizdə olacaq. Lakin həftə sonuna yaxın bu intensivlikdən sonra biraz geri çəkilmək, öz məkanınıza dönmək və özünüzə vaxt ayırmaq istəyə bilərsiniz. Günəşlə Veneranın qovuşumu, yaxın çevrənizlə olan münasibətlərinizi müsbət yöndə dəstəkləyir. Qohumlarınız və bacı-qardaşlarınızla aranızdakı bir mövzunu daha praktik və konstruktiv şəkildə həll etmək fürsəti əldə edə bilərsiniz. Bu müddətdə münasibətləri möhkəmləndirmək üçün şüurlu addımlar atmağınız sizə fayda verəcək. Xüsusilə işinizə töhfə verən əlaqələrə yönəlmək və vacib təşəbbüslərə başlamaq üçün uyğun bir həftədəsiniz. Zaman-zaman mübarizəçi ruhunuz səbəbilə tərəddüdlər yaşaya bilərsiniz. Lakin yeni bir nizam və ya sistem qurmaq istəyirsinizsə, bu həftə bu mövzuda kifayət qədər şanslı görünür. Xüsusilə çərşənbə axşamı və cümə axşamı günlərini yaxşı dəyərləndirməyə çalışın. Subay əqrəblər üçün də hərəkətli təsirlər mövcuddur. Yaxın çevrənizdə ünsiyyətdə olduğunuz, kənardan məsafəli və ya soyuq görünən bir insanın əslində sizə qarşı maraq bəslədiyini fərq edə bilərsiniz. Münasibətlərinizin daha görünən olduğu, statusunuzun yüksəldiyi bir prosesdəsiniz. Həm barış mühitinin yaranması, həm də bu marağın ortaya çıxması sizə zövq verə bilər. Ətrafınızdakı insanların sizə olan heyranlıqlarını ifadə etməsi də bu həftə gündəmə gələ bilər. Digər tərəfdən, Xərçəng bürcündə baş vermiş dolunayın təsirləri hələ də davam edir. Bu təsir səfərlərin sürətlənməsinə və ya gələcək planlarınıza fərqli bir baxış bucağından yanaşmağınıza səbəb olmuş ola bilər. Bir tərəfdən yaxın çevrənizlə maraqlanmaq istəyərkən, digər tərəfdən qarşınıza çıxan fürsətlər və seçimlər bəzən sizi ikiləmdə qoya və ya gözlənilməz qərarlar verməyinizə gətirib çıxara bilər. Əgər sosial mediadan aktiv istifadə edirsinizsə, bu dövrdə dediklərinizə, paylaşımlarınıza və reaksiyalarınıza əlavə diqqət yetirməyiniz faydalı olar. Tanımadığınız insanlarla lazımsız mübahisələrə girməkdənsə, onları anlamağa çalışmaq və hadisələrə daha geniş bir prizmadan baxmaq çox daha konstruktiv olacaq. Əziz əqrəblər və yüksələn əqrəblər, hər birinizə gözəl və məhsuldar bir həftə arzulayıram. Əziz oxatanlar və yüksələn oxatanlar. Bu həftə uzaqlardan gələcək önəmli xəbərlər gündəminizi məşğul edə bilər. Səfər planları qurmağınız və ya hazırda yolda olmağınız mümkündür. Əgər ticarətlə məşğulsunuzsa, bu sahədə daha çox məsuliyyət götürmək və detallarla maraqlanmaq sizin üçün ön plana çıxacaq. Məlumat paylaşmaqdan, yeni biliklər əldə etməkdən və bunları fərqli sahələrə daşımaqdan zövq alacağınız bir dövrdəsiz. Təşkilatçılıq bacarığınız artarkən, işinizə və karyera hədəflərinizə fokuslanmaq sizə ciddi fayda verəcək kimi görünür. Maliyyə mövzularında nəzarət sizdədir. Xərçəng bürcündə baş verən dolunay, bir borcun bağlanması, bir ödənişin gündəmə gəlməsi və ya pul məsələsində müsbət bir nəticənin ortaya çıxması şəklində özünü göstərmiş ola bilər. Artıq maliyyə baxımından toparlanma və yaxşılaşma mərhələsinə daxil olursunuz. Xüsusilə pul mövzusunda çətinlik yaşadığınız insanlarla yenidən bir araya gəlmək, münasibətləri düzgün yönəltmək və daha şüurlu addımlar atmaq Günəşlə Veneranın qovuşumu sayəsində mümkün olur. Bu həftə ümumilikdə münasibətlərdən ciddi dəstək ala bilərsiniz. Doğru əlaqələr sayəsində gəlirlərinizi artırmaq şansınız yüksəkdir. Sosial çevrənizdən gələn fürsətlər, qazanc gətirən razılaşmalar və yeni iş birlikləri gündəmə gələ bilər. Uzun müddətdir zəhmət çəkdiyiniz bir işdən maddi qarşılıq ala bilməmisinizsə, xüsusilə çərşənbə axşamı və cümə axşamı günləri bu mövzularda rahatladıcı inkişaflar yaşaya bilərsiniz. Olduğunuz mühitlərə bolluq və canlanma gətirdiyiniz üçün insanlar sizi yanlarında görmək istəyəcək. Cazibəniz və təsir gücünüz artır. Həyatın zövqlü tərəflərinə yenidən fokuslanmaq istəyəcəksiniz.
Xüsusilə dekabr ayının son günlərində doğulan oxatanlar, xaric, digərləri bu həftə işlərin daha asan getdiyini və axının rahatladığını hiss edə bilərlər. Ancaq diqqət etməli olduğunuz vacib bir məqam var: pul dövriyyəsi. Qazanc potensialınız yüksək olsa da, xərcləməyə olan meyliniz də arta bilər. Həmçinin qarşınıza çıxan fürsətləri dəyərləndirmək düşündüyünüz qədər problemsiz olmaya bilər. Münasibətlər ön planda olacağı üçün kalabalıq və diqqət mərkəzində olan mühitlərdə yeni insanlarla tanış ola bilərsiniz. Sosial çevrəniz və dostlarınız şəxsi həyatınızda vasitəçi rolunu oynaya bilər. Lakin hadisələri lazımsız yerə böyütməməyə çalışın. Əgər birja, investisiya və ya riskli maliyyə təşəbbüsləriniz varsa, bu həftə xüsusilə ehtiyatlı davranmağınız faydalı olar. Doğru addımlarla gözəl qazanc əldə edə bilərsiniz. Amma diqqətsiz olsanız, bu fürsətləri səmərəli şəkildə dəyərləndirmək çətinləşə bilər. Əziz oxatanlar və yüksələn oxatanlar, hər birinizə bol bərəkətli və zövqlü bir həftə arzuluyuram. Əziz oğlaqlar və yüksələn oğlaqlar, həftəyə ortaq maliyyə mövzularının ön plana çıxdığı bir gündəmlə başlayırsınız. Bank əməliyyatları, tamamlanmalı olan maliyyə işləri və ya vacib xərclər diqqətinizi xeyli dərəcədə məşğul edə bilər. Bu mövzuları yoluna qoyduqdan sonra, bazar ertəsi günortadan etibarən və sonraki bir neçə gün ərzində səfərlər gündəmə gələ bilər. Ticarət əlaqələriniz sürətlənərkən, uzaqlardan gələcək xəbərlər də diqqət mərkəzinizdə olacaq. Bu prosesdə yeni biliklər əldə etmək, fərqli sahələrə yönəlmək və özünüzü inkişaf etdirmək sizə zövq verəcək. Əslində, son bir il ərzində öyrənmək və dərinləşmək mövzusunda əvvəlki qədər rahat olmadığınızı hiss etmiş ola bilərsiniz. Hər hansı bir mövzunun içinə girməyə çalışarkən, üzərinizdə qəribə bir təzyiq və ya narahatlıq hissinin yaranması olduqca təbiidir. Lakin bu təsirlər müvəqqətidir və çox yaxında yüngülləşəcək. Hazırda həyatınızın mərkəzində özünüz dayanırsınız. Özünüzü yenidən qurur, istiqamətinizi dəyişir və həyatınızı daha şüurlu şəkildə formalaşdırırsınız. Sağlamlığınız güclüdür, enerjiniz yüksəkdir. Üstəlik, cazibəniz də xeyli artmış vəziyyətdədir. İnsanların sizə doğru yönəlməsi, sizi axtarması və maraq göstərməsi heç də çətin olmayacaq. Venera ilə Marsın qovuşumu şəxsi həyatınızda və ikili münasibətlərinizdə gözləntilərinizi yüksəldir. Əgər bu gözləntiləri real şəkildə tənzimləyə bilsəniz, zəhmətlərinizin qarşılığını ala biləcəyiniz bir mərhələyə daxil olursunuz. Xüsusilə çərşənbə axşamı və cümə axşamı günləri münasibətlərlə bağlı gözlədiyiniz xəbərlərin gəlmə ehtimalı olduqca yüksəkdir. Bu dövrdə özünüzlə olan bağınızı gücləndirmək önəmlidir. Şəxsi həyatınızda gözəl imkanlar var. Lakin əsas məsələ bu fürsətləri nə qədər düzgün dəyərləndirə bildiyiniz olacaq. Bu həftə emosional reaksiyaları şişirtməməyə və qəfil çıxışlardan uzaq durmağa diqqət edin. Ortaqlıqlar, köçmə prosesləri və ya hüquqi məsələlər gündəmdədirsə, qarşı tərəfi lazımsız yerə sıxışdırmamaq və gərginliyi artırmamaq sizin xeyrinizə olar. Tarazlığı qoruya bildiyiniz müddətdə, həftə ərzində həm münasibətlərdə, həm də şəxsi inkişaf sahəsində önəmli qazanc əldə edə bilərsiniz. Sizə gözəl bir həftə arzuluyuram. Əziz dolçalar və yüksələn dolçalar, həftəyə ikili münasibətlərinizə və şəxsi həyatınızdakı detallara fokuslanaraq başlayırsınız. Bu müddətdə hadisələrin böyük hissəsi sizin nəzarətinizdən kənarda inkişaf edə bilər. Başqalarından gələcək xəbərlər və ya ətrafınızdakı insanların planları sizin atacağınız addımları da müəyyən edə bilər. Əgər həyatınızda biri varsa, onunla birlikdə proqramlarınızı sürətləndirməyiniz mümkündür. Həftənin irəliləyən günlərində isə diqqətiniz daha çox maddi mövzulara yönələcək. Günəşlə Veneranın qovuşumu keçmişdə yaşadığınız bəzi münasibət mövzularını yenidən gündəmə gətirə bilər. Daha əvvəl qarşılaşdığınız situasiyalara bənzər hadisələrlə üzləşmək və ya gözlədiyiniz açılımların baş verməməsi sizi emosional olaraq yorub tükədə bilər. Bu səbəbdən bu dövrdə münasibətlərdən olan gözləntilərinizi bir qədər daha realist şəkildə tənzimləməyiniz faydalı olacaq. Gizli şəkildə davam edən münasibətlər, arxa planda qalan hisslər və ya platonik bağlar ön plana çıxa bilər. Bu prosesdə birbaşa münasibət yaşamaqdan çox, uzaqdan kiməsə maraq göstərmək, xəyallar qurmaq və ya olsaydı necə olardı deyə düşünmək sizə daha cazibədar gələ bilər. Xariclə bağlı mövzular da aktivdir.
başqa bir ölkədə biri ilə tanış olmaq və ya fərqli mədəniyyətlərdən insanlarla əlaqə qurmaq gündəmə gələ bilər. Ananızın qohumları və bacı-qardaşları ilə olan münasibətləriniz möhkəmlənə bilər. Əgər həyatınızda biri varsa, sevdiyiniz insanın işi və iş çevrəsi də önəm qazanacaq. Doğru insanlarla qurulan əlaqələr sayəsində ticarət mövzuları sürətlənə bilər. Ümumilikdə mənzərə müsbət görünsə də, əsas diqqət etməli olduğunuz məqam öz daxili tarazlığınızdır. Bu aralar özünüzə həddindən artıq yük götürmə meylində ola bilərsiniz, əziz dolçalar. Ancaq bu mərhələ keçicidir. Günəş, Merkuri və Venera bürcünüzə keçdikdə, xüsusilə yanvar ayının 3-cü həftəsindən sonra səma sizi çox daha güclü şəkildə dəstəkləyəcək. Hazırda bəzi mövzuları gözünüzdə lazım olandan artıq böyüdür ola bilərsiniz. Xariclə bağlı əlaqələr açıqdır. Əcnəbilərlə görüləcək işlərdə gözəl fürsətlər əldə edə bilərsiniz. Bununla yanaşı, gizli və ya pərdə arxasında irəliləyən münasibətlərə marağınız da arta bilər. Buna baxmayaraq, özünüzü həddindən artıq yormayın. Bu dövrdən sonra daha möhkəm, aydın və rahat münasibətlər qurduğunuzu görəcəksiniz. Sizə xoş bir həftə arzuluyuram. Əziz balıqlar və yüksələn balıqlar. Bu həftə iş rejiminiz, gündəlik həyat tempiniz və sağlamlıq mövzuları ön plana çıxır. Xüsusilə ürək sağlamlığınıza və təzyiqlə bağlı dalğalanmalara diqqət yetirməyiniz vacibdir. Təzyiqdəki eniş-yoxuşlar ürək bölgəsini yoraraq sizi narahat edə bilər. Bununla yanaşı, bel və kürək nahiyəsində ağrı və ya gərginlik hiss etməyiniz mümkündür. Bu hal intensiv iş tempi və ya ətrafınızdakı insanların məsuliyyətlərini həddindən artıq üzərinizə götürməyinizlə əlaqəli ola bilər. Sosial həyatınız isə olduqca aktivdir. Dost çevrənizlə daha tez-tez bir araya gələcək, görüşləri və ünsiyyəti sürətləndirəcəksiniz. Bu müddətdə mühüm qərarlar vermək və bəzi mövzuları aydınlaşdırmaq məcburiyyətində qala bilərsiniz. Günəşlə Veneranın qovuşumu sosial çevrənizdə sizi irəli aparacaq möhkəm əlaqələrin qurula biləcəyinə işarə edir. Yeni bir münasibət və ya yeni iş bağlantısı, xüsusilə karyera sahəsində önəmli fürsətlər yarada bilər. Maddi baxımdan da qazanc əldə etmə ehtimalınız yüksəkdir. Nə qədər planlı, intizamlı və qətiyyətli hərəkət etsəniz, bu dövrdən əldə edəcəyiniz fayda da bir o qədər artacaq. Həmçinin bəzi dostlarınızla aranızda soyuqluq yaranıbsa, bunu düzəltmək və münasibətləri möhkəmləndirmək gözlədiyinizdən daha böyük imkanların qapısını aça bilər. Xərçəng bürcündə baş verən dolunayın təsiri ilə sevgi həyatı və uşaqlarla bağlı mövzular da önəm qazanır. Bu dövrdə həm şəxsi həyatınız, həm də sosial çevrəniz olduqca hərəkətlidir. Seçimləriniz çoxdur. Ancaq sosial münasibətlərdə daha soyuqqanlı, şəxsi həyatınızda isə daha isti və anlayışlı davranmağınız tarazlığı qorumağınıza kömək edəcək. Əks halda sosial mühitdə yaşanan bir hadisənin şəxsi həyatınıza və ya əksinə təsir etməsi mümkündür. Duyğuları şişirtmək bu həftə sizə ən çox zərər verə biləcək amillərdən biri ola bilər. Xüsusilə investisiya mövzularında diqqətli olun. Əgər birja və ya spekulativ sahələrdə əməliyyatlar aparırsınızsa, ehtiyatlı davranmağınız məsləhətdir. Bazarlarda dalğalanmalar müşahidə oluna bilər. Bəzi sahələrdə satışlar artarkən, qiymətli metallarda yüksəliş görülə bilər. Burada əsas məsələ düzgün mövqe tutmaq və həddindən artıq riskdən uzaq durmaqdır. Leverage, kaldıraçlı əməliyyatlar kimi nəzarəti çətin olan addımlardan xüsusilə qaçın. Bu dövrdə kifayət qədər dəstək altında deyilsiniz. Saturn və Neptunun təsirləri hələ də hiss olunur. Biraz daha səbirli olmağınız gərəkir. Öz işinizə və məsuliyyətlərinizə fokuslanın. Qarşınıza çıxan fürsətləri şişirtmədən, sakit və ölçülü şəkildə dəyərləndirin. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməkdən çəkinməniz, işlərin daha axıcı getməsinə kömək edəcək. Əziz balıqlar, sizə gözəl bir həftə arzuluyuram.